Aha. 13 ise. Variant ne tapdınız? Deyin görüm. A variantı mən. A variantı. Deyir ki, AB-nin sonuna 3 yazıb. Siləndə əvvəlki rəqəm alınıb. Yəni bu da AB imiş. Bunların cəmi 465-dir. 465. 3-ün üstünə neçə gəlsən 5 eləyər 2. Deməli B-nin qiyməti 2 imiş. B bərabərdir 2-yə. Burada B-nin yerinə 2 yazsam, 2-nin üstünə neçə gəlsəm 6 eləyər 4. A da bərabər imiş 4. Aparıb yerinə yazaram. A-nın yerinə 4 yazaram, B-nin yerinə 2. Bu 3-ü də yazdım yanına 423. Digər rəqəmim də 42. Bunların da fərqi nəyə bərabər olar? 381. Əla. Qaranlıq bir şey qalmadı ki. Xeyr. Xeyli. Əla. Və oxşarları arada burada işləyin ki, elə qaranlıq qalsa da burada müzakirə eləyə bilək. 14. Ardıcıl 100 natural ədəddən ən kiçik və ən böyüyünün cəmi 559-a bərabər olarsa, bu qəbul sualıdır. EMHM 70 sınaq kitabında da var idi bu sual. Sınaqda işləyib rekordunu atmış, atacam bu gecə. Hazırdır sınavın rekordu. O orada da var. Qəbul sualıdır. Birinci qrupun qəbul sualıdır bu. Ardıcıl 100 natural ədəddən ən kiçik və ən böyüyünün cəmi 159, 559-dur. Bu ədədlərdən ən kiçiyini tapın. Bunu necə yazırıq? Ümumiyyətcə, ardıcıl deyirsə, ədədi bilmirəm, x-dir. Düzdürmü? Bu ədədim x-dir. X-dən başlamışam. Ardıcıl deyirsə, üstünə nə gəlməliyəm? 1. Sonra 1. üstünə nə gəlməliyəm? 2. Sonra üstünə 3. Bu formada gedir. Hara qədər? 99-a. Az sağ ol. Məsələn, x-in yerinə 1 qoysam 99 olmalıdır ki, toplayanda 100 eləsin. Düzdürmü? Mənə Bəli. deyir ki, ən böyüyü və ən kiçiyi. Bunun ən kiçiyi hansıdır? X. Az sağ ol. Birinci başladığım x. Ən böyüyü hansıdır? X verəcəniz 99. Az sağ ol. Deyir bunların cəmi nəyə bərabərdir? 559-a. Az sağ ol. Bax, 559-a bərabər elə 559. X-lə x-i toplayanda neçə eləyir? 2x. 2x. Bərabərdir. 99 Çıxma müstəqil ilə hər gedir. tərəfə çıxma ilə gedir. 460. 559-dan 99 sonra qalır 460. Eyni özü rəqəmlər var idi. 465. Rəqəmlər də dəyişilmir. Promil götürüb qəbula qoyulmuşdu bu sual. X də bərabərdir. 462-yə bölünən neçə eləyir? 230. Ay sağ ol. Sərdir ən kiçiyini, yəni x-i tap. Ən kiçiyi neçədir? Tapdıq. 230. 230. Ən böyüyü desəydi üstə 99 gələrdim. Bura diqqət yetirin. Burada da ən kiçiyi deyirdi 230-u götürürük. Qaranlıq bir şey qalmadı ki bu sualda. Yox, mənim. Xeyli. Hava nə qaranlıq qaldı hər dəfə deyin. Mən hər dəfə soruşmayım. Birdən demərsiniz qalar. 15. Ən böyük 4 rəqəmli natural ədədlə ən böyük 2 rəqəmli natural ədədin fərqi. Ən böyük 2 rəqəmli natural ədəddən neçə dəfə böyükdür? Sualı 2 dəfəli verib. Gəlin baxaq. Ən böyük 4 rəqəmli natural ədəd. Mənə rəqəmləri fərqli demir. Ona görə 9-ları yan-yana düz. Rəqəmləri fərqli desəydi 9, 8, 7 kimi yazardım. 4-dən 9-u yazdım. Ən böyük 2 rəqəmli natural ədəd. Ən böyük 2 rəqəmli natural ədəd 99-dur. 99. Bərabər. Bunların fərqi deyil. Yəni bunları çıx. Gəl bura qədər yazaq. 929. Bunlar çıxanda necə qalır? 9800. Bu formada çıxdı. Şərti bura qədər olanı həll elədim. Deyir bu Ən böyük bir fərqi, yəni bu adına ədəd ən da böyük 2 rəqəmli natural ədəddən, ən böyük 2 rəqəmli ədəd, ən böyük bir rəqəm, dürüst sayın, bir rəqəmli deyil. Ən böyük bir rəqəmli nədir? 9-dur. Deyir bundan neçə dəfə böyükdür? Yəni dəfə deyirsə bölməlisən. Aldığım 100 ədədi bölürəm neçəyə? Ən böyük rəqəmim neçədir? Bir rəqəmdir. 9. 9. 9-un içində bir dəfə, 9-un içində bir dəfə, 100. yanına da 2 dəfə 0 düşür. Cavab olacaq C variantı. Aydın oldu? Aydın. Mərhələli şərti əldə edirsiniz. Evet. 16-da eyni qaydada. Aydınsa 16-da yazın. Tam bilək qaranlıq qalmayıb davam eləyək. Mən D variantı aldım. Mən D variantı aldım. B variantı. 16-da baxın. Hə, bunlar uyğun gəlir. Tam gəlir. Yoxlayacağım, bir də dəqiq deyəcəm. Digərlər siz nə deyirsiniz?
Mən də D variantını aldım. Bəli. Birdən çağırsız cavab verməsəm. Şifahi baxıram, tamam. Şifahi baxıram, uyğun gəlir. Bir dənə də yazaq. Ən böyük 5 rəqəmi natural ədəd. 5 dənə 9-u yazırsan yan-yana. 3, 4, 5 dənə. Ən böyük 2 rəqəmli natural ədəd. Ən böyük 2 rəqəmli ədəd 99. Bunların fərqi deyir. Yəni bunları çıxacağıq. Çıxılsın. Axırdakı 99-ların yerinə 0 yazırsan da elə bil ki, 3 dənə əvvəldəki 9-u yazırsan, sonra 2 dənə 0-ı yazdın. Tamam, bura qədəri tapdıq. Ən böyük bir rəqəmi natural ədəddən, yəni 9-dan neçə dəfə böyükdür? 0, 0, bölürəm 9-a. 3 dənə 9-u 9-a bölünür 11, 1, 1. 3 dənə 1 yazdın, 2 0 da düşür yanına. Mesela D variantı əla. Aydın oldu. Normal qaydada bölür. Qaranlıq bir şey Bəli, yoxdur bu sualda. Xeyr. xeyr. 17. 17 təkdə oxşarı yoxdur. Gəlin yazaq. Cəmi 2500 olan iki natural ədəddən birinin sonuna 7 rəqəmini əlavə edib, digərinin sonunun 6 rəqəmini sildikdə alınan ədədlər bərabər olar. Natural ədədlərin kiçiyinin rəqəmlərin cəmini tapın. Kiçiyinin rəqəmləri cəmi istəyir. Sadə sualdır. Çox asan bir sualdır. Qaranlıq kimi görsən, çünki şərti çox belə qarışıq verilib. Çox pis verilib. Deyin görüm necə yazaram. Bax, mənə deyir ki, İlkin olaraq misalda bir dənə açar şey tutmağa çalışın. Cəmi budur. Cəmini qoy bir qırağa. 2 natural ədədin. 2 dənə natural ədəd. Söhbət nədən gedir? 2 rəqəmli ədəddən gedir də, düzdürmü? AB-dən. 2 dənə natural ədəddir. AB-ni yazdım. Birinin sonuna 7 əlavə eləyirəm. Bura bir dənə 7-ni əlavə elədim. Digərinin sonundan 6 rəqəmini silsəm bərabər olar. Digərinin də sonundan elə bil ki, bax, AB 6 imiş da bu. Bunu sildim. Silib hara yazmalıyım? Məcburam ki, bunun yadına yazmalı. Silib bir qıraq atası deyilik ki. Buradan götürüb məcburuq bura qoyaq. Buradan getdi, gəldi bunun yanına. Digər nə qaldı? 6-sı gedəndə nə qaldı? AB-nin özü. Abi. Gətirib yazıram bunun AB-sini. Deyir ki, bunların cəmi. Aha, bunları toplayıram. Bərabərdir nəyə? Verilən ədədimiz neçədir? 2500. Altına yaz 2500-ü. Bu formada yazdıq. Altdakı ədədi sileyim. İndi deyin görüm. Bu şərti bu formada qurmaqda qarışıq qalan bir şey oldu sizə. Deyir birinin sonuna 7. 2 dənə AB idi. Bax, 2 dənə AB idi. AB, AB. 2 dənə natural ədəddir. Birinin sonuna 7 əlavə eləmişəm. Tamam, 7-ni əlavə elədim. O birisindən də 6-nı silmişəm. Burada 6 var imiş. Bu 6-nı silmişəm. 6-nı silib öz-özümüzə yox edib bir qırağa ata bilmirik. Silmişəmsə məcbur gəl bunun yanına düşür. Buradan gedib bura gəlib. Zat bu formada olur. Sədr, bunların cəmi 2500-ə bərabərdir. Alt-alta yazıb 2500-ə bərabər elədim. Qaranlıq qalan bir şey oldu burada. Xeyr. Xeyr. Şimdi alt-alta topluyorum. 6-ın üstüne neçə gəlsəm 0 eləyər. 4. 4 gəlsəm 10 eləyər, 1 yada düşər aysa. B bərabərdir 4. Birimiz yaddadır hal-hazırda. 6 ilə 4, 10, bir də yadda 0 yazmışıq. 7-nin üstüne neçə gəlsəm 10 eləyər. 3. 7-nin üstünə 2 gəlib, oradan da 1. Aysa 3'ü yazamıram. Çünki niyə? 1 də yaddaydı. 7-nin üstüne 2 gəlib 9, 1 də yadda. Artıq On. 3 eləyib. Bu elədi ki, sual. Bax, burada 24 rəqəmi yazanda bir də yaddaydı axı, ona görə 25 olaraq düşdü aşağı. Tamamilə uyğun gəlir. A2-dir, B4-dür. Mənə deyir ki, ən kiçiyinin rəqəmləri cəmi. Ən kiçiyi hansıdır? AB-dir. A ilə B-ni yan-yana yaz. 24. Rəqəmləri cəmi neçə eləyəcək? 2 ilə 4-ün cəmi neçə eləyir? 6. 6. Ən böyüyünün rəqəmləri də cəmi desəydi, bura 2 ilə 4 yazacaqdın. 2, 4, 7, 6-ını toplayacaqdın. Deyəcəydin 19. Aydın oldu? Bəli. Deyə cavab oldu E variantı. Burada qaranlıq bir şey qalmadı ki, bu silib yazmaq sizi karıxdırmayacaq düşsə. İnşallah karıxdırmaz sizi. 18-i də İngiliz necə yazarım? Çox sadədir, şifahi sualdır demək olar ki. Birinə A, birinə də H deyəcəksin ki, bərabərdir. A da verə bilərsən x-lə də. Ədədin bir x-dirsə, ardıcıl cütdür. O birisi nədir? X üstə gəl 2-dir. 2, 2 artar da gedib axı. Sədr bunların cəmi nəyə bərabərdir? 66-ya bərabərdir. Sən x toplayanda 2x, ay sağ ol. 2 də digər tərəfə çıxma ilə gedir. 66-dan 2 çıxanda qalır 64. X də bərabərdir. 64-ü 2-yə bölürsən neçə düşür?
32. 32. X 32 tapdın. Sədir böyüyünü tap. Kiçiyi 32-dir, o birisi də 2 vahid böyükdür. 34. Böyüyü hansıdır? 34. Kiçiyi də istəsə 32-ni götürəsən. Aydın oldu? Bəli. Bəli. 19-cu sual deyin görün necə yazaram? Burada müəllim B-yi mötərizə xaricini çıxarda bilərik. Nemiyərsəm, AB üstə gəlsin, üst B bərabərdə verməyə, A-nın ala biləcəyi qiymətlərin sayını tap. Burada B-yi xaricini Təbii çıxarsaq ki, A orta üstə çıxartsam, maaş sağ ol. Hər ikisində B var. A Buradan da B-ni çıxardaram, buradan da. Bir dənə B-ni ortaq vuruq çıxartdım. Buradan B getsə geriyə qalır A. Buradan da B getdi geriyə qaldı 3. A üstə gəl 3. Bərabərdir 20-yə. Yine məntiqlə fikirləşək. Bunu O məntiqlə da də mənim gedə 4 bilərsən. Normal şeylə də gedə bilərsən. Buradan B nəyə bərabərdir? B nəyə bərabərdir? A üstü gələcək. Yox, elə yox. B nəyə bərabərdir? 2 20-yə. vurulsun, bax, yəni həmişə bunu yazıram. 2 vurulsun 3 bərabərdir 6. 2 nəyə bərabərdir? Nəyi nəyə bölürəm? 20 bölü Yox, burada 20 bax. Bunu 6-nı 3-ə bölürəm də, düzdürmü? Deməli, burada da 20-ni A üstə gəlsin 3-ə bölərəm. 20 A üstə gəl 3. Bu formada yazıram. İndi 20-yə tam bölünəndə A-nın qiymətləri neçə ola bilər? A-ya 1 verəndə. 1 ilə 3 toplayanda 4. 24-ə tam bölünür. Bəli. Götürürəm. A-ya 2 verəndə. 2 ilə 3 5. 25-ə tam bölünür. Bölünür. 3 verəndə 3 ilə 3 toplayıram 6. 26-ya bölünmür. 4 yazanda 4 ilə 3 7. 27-yə tam bölünmür. 5 yazanda 5 ilə 3 8. 28-ə tam bölünmür. 6 yazıram. 6 dəfə 3-ün üstünə 3 gələndə 9. 29-a tam bölünmür. 7 yazanda 7 ilə 3-ü toplayıram 10. 20 ona tam bölünür. 8 yazanda 8 ilə 3 11 bölünmür. 9 yazanda da 12, yəni 20 12-yə bölünmür. Bölünən rəqəmlər nə oldu? 1, 2, 7. İndi baxın. Mən o 7-yi də Gözlə. götürmüşəm. Bir də bir şey var. Nə olur? Nə deyirsən bir də de? Mən o 7-yi də götürmüşəm. Az sağ ol. Burada mənə AB kimi belə bir şey verilməyib. Bax, belə AB deyilmir. Ona görə nə edərəm? 17-ni də götürərəm. Harda dayanmalı olduğunuzu bilmək istəyirsinizsə belə düşünün həmişə. Bax, bunu belə fikirləşin. 20 nəyə bölünür? Özündən kiçik Yox, şeylərə 20 də nəyə yəni. 1-ə, bölünür? 2-yə, 7-yə. 20 1-ə bölünür. 2-yə bölünür. Sonra nəyə bölünür? ona 20-yə bölünür. Bax, 20-ni 1-ə bölərəm, 2-yə bölərəm, 4-ə bölərəm, 4-ə, 5-ə 5-ə. bölərəm, 10-a bölərəm və 20-nin özünə bölərəm. Düzdürmü? İndi mən burada 1 ilə 2-ni istifadə edə bilmərəm. Çünki 3-ün üstünə nə gəlsəm 1 alına bilər, heç nə. 3-ün üstünə nə gəlsəm 2 alına bilər, heç nə. Düzdürmü? 3-dən böyük bir rəqəmlərə baxıram da məxrəcə qoyulur deyə. 4. 3-ün üstünə nə gəlsəm 4 eləyər. 1, Deməli, A bir dəfə 1 olar. 3-ün üstünə nə gəlsəm 5 eləyər. 2, A bir dəfə 2 olar. 3-ün üstünə nə gəlsəm 10 7, eləyər. 7. A 7. qiymətlər lazımdır mənə. 3-ün üstünə nə gəlsəm 20 eləyər. 17, 17. Deməli, A bu qiymətləri ala bilir. Mənə də deyir ki, bunların sayını tap. Neçədə nədir? 4. Sualım olur 4. Aydın oldu. Bəli. 20-də eyni qaydadadır. 21. Mağazada kiçik, orta, böyük ölçülü akvariumlar var. Hər kiçik akvariumda 2. Hər kiçik deyirsə, yəni hərəsindən bir dənə deyil, akvariumların sayı çox ola bilər. Hər kiçik akvariumda 2 dənə, orta akvariumda 4 dənə, böyük akvariumda 6 dənə balıq var. Bütün balıqların sayı 60 olarsa, mağazada ən çox neçə dənə akvarium var? Maraqlı sualdır, qəşəng sualdır. Bax, nə edərəm burada? Kiçik, orta, böyük. Gəl belə bir şey yazaq. Özümüzdən bir tənlik yaradaq. Burada ağ yer tapın. Kiçikdir, ortadır, də böyükdür. Bunları məsələn kiçiyi A ilə işarə elə. Böyüyü B ilə işarə elə. Ortanı B ilə işarə elə. Bunda C ilə işarə elə. Tənlik quracağıq çünki. Deyir kiçikdə nə qədərdir? Hərəsində 2 dənə balıq var. Böyükdə nə qədərdir? 4 dənə. O birisində isə 6 dənə. Bunları da yaz bu formada. Gözünün qabağında dayansın. İndi 2 vurulsuna neçə eləyir? 2, 2 vurulsuna 2A. Üstə gəliniz, akvariumun ümumi cəmini soruşur səndən, toplamalısan. 4 vurulsun B, 4B. Üstə gəlinsin, 6 vurulsun C, 6C.
Nəyə bərabərdir ümumi sayı? 60-a. 60'a. İndi məntiqdən baxın, burada nə edərəm? 2-yə vursam, bax, minimumla fikirləşin. Gəlin həmişə bu tip misallarda nə edin? Sənə deyir ki, ən çoxu neçə akvariumu var? Ən çoxu deyirsə, mən kiçik akvariumların sayını çox götürərəm də, düzdürmü? Öyle. Açılmadı. Aha. Kiçik akvariumların sayı nə qədər çox olsa, mənim akvariumlarım bura qədər çox olar. Biri var ki, bax belə düşün də, sənə 12 dənə balıq vermişəm. Gedib sən akvariumları çox olmalısan. Sən deyir akvariumların bacardığın qədər çox olmalıdır. Sən tüz Evet, o 2 dənə balığı, biri var gedib 2 dənə böyük alasan, 6-6 yığasan, əlində 2 dənə akvariumun olar. Bir də var ki, balacadan alarsan, 2 tutum olanda 6 dənə akvarium olarsan. Kiçiyin sayını daha çox tutarsan da, düzdürmü? ben Mənim akvariumlarım daha çox olsun. Mənə daha çox olsun deyir axı. Ona görə böyük akvariumlara 1 ver. Böyük akvarium nə idi? S. S-nin yerinə 1 yaz. Orta akvariuma 1 ver. B-nin yerinə 1 yaz. 4-ü 1-ə vuranda 4. 6-nı 1-ə vuranda 6. Toplayanda neçə eləyir? son 60'dan da onu çıkarır. Onu da 50'yi de Bərabərdə 2'ye A bölürük. hissəsi 20. eləyir 10. Onu aparsan o tərəfə 60-dan da 10 çıxanda neçə qalır? 50. 50. 50-ni də 2-yə bölürəm, A-nı tapmaq üçün. 25. İndi deməli, 25 1 mənim üste 20 gel. dənə kiçik akvariumum var imiş. Benim. Bir dənə Bir tane akvariumum var imiş. Birinin yerinə 1 yazmışam axı. Bir biri dənə de də büyük. böyük akvariumum var imiş. Toplayanda ümumi neçə 20. dənə akvariumum oldu? 7 27. dənə. Aydın oldu bu. Mesela. Qaranlıq bir şey qalmadı ki. Nə qaldı? Qaranlıq səsiniz gəlmir. Deyin görüm. Deyin izah verim. Bana yok. Xeyr, müəllimə heç bir şey. Bir saniyə dərsdəkilərə baxım. Tahirə, nəysə qaranlıq qaldı. Yox, mənim qalmadı. Tahirə, Günel, Dərya. Bax səsiniz zəif gəlir. Dərya səsi gəlmir heç. Xeyr, mənim qalmadı. Nə qaranlıq qalsa razı deyin. Burada da həll edeyim. Ben de birinci öyleydim. Çıkacak sesleri. Bu indi susmur. 22-yə baxın. ABC natural ədədləri üçün AB bərabərdir 23, BC bərabərdir. Bunu J izə nəşriyyatda da demişəm. Rəqəmləri topla üstünə 1 gəl. Çünki 23-də 11-də özünə bölünən ədədlərdir. Sadə ədəddir. Yalnız özünə və 1-ə bölünür. Bir dəfə özünü götür 23, bir dənə özünü götür 11, bir dəfə də üstünə 1 gələsən. Bərabərdir nəyə? 35. 35. İndi bax, desən ki, niyə üstünə 1 gəlirəm? Bunu da açıqlamasını verərik. AB deyir ki, niyə üstünə 1 gəldiyinizi unutmamaq üçün deyirəm. AB 23-dür. BC bax alt-alta yazıram. BC 11-dir. 23 necə ədəddir? Sadə ədəd. Yalnız özünə və 1-ə bölünür. Yəni mən 1-i 23-ə vursam 23 ala bilərəm. 11 sadə ədəddir. Mən 1-i 11-ə vursam 11 ala bilərəm. Düzdürmü? Burada məncə əksini iddia edən biri çıxa bilməz. İndi burada hər iki eyni rəqəm nədir? 1. Hər iki rəqəm 1-dir. Hər iki eyni hərfim nədir burada? B. Deməli, B. B nəyə bərabər imiş? 1-ə. 1'e. B-ni yerinə 1 yazsam, A nəyə bərabərdir? 23'e. Azı 23 imiş ki, 23-ü 1-ə vurub 23 almışam. S nəyə 11'e. bərabərdir? B-nin B yerinə 1 11. yazsanız 11. 11-i 1-ə vursam 11 alaram. İndi Orada da sənə deyir cəmin A, B, deyil. S-nin cəmini tap. Bunları topla. Yenə eyni şeydir. 23 üstə gəl 11 üstə gəl 1. Bunu bu formada da eləyə bilərsən. Promoy. Deyərsən ki, 19 üstə gəl 7 eləyir 26. Alınan cavabın üstünə 1 gəlirsən 27. Bu formada da eləyə bilərsən, bu formada da. Hər iki üsul dedim ki, qaranlıq qalmasın. Aydın oldu? Evet. Əla. 24. X, Y, Z natural ədədləri üçün bu formada verilib sənə çox sadə, asan bir sual. Deyir ki, apar X-in, Y-in, Z-in cəmini tap. Necə taparıq? Fikri olan varsa desin. Burada mən Z-ləri Yazmışım bərabər değil mi? Yoksa sakit durun. Yoxsa Dördə deyən tuzları sən yazmısan. Qoy burada qulaq asanlar desin. De görüm. Burada mən Z-ləri bərabərləşdirməliyik. Ona görə də ikinci tərəfi 4-ə vurarıq ki, bərabərləşsin. Hı. Sonra da rəqəmləri payla işarələyib həmin taparıq. Aha, ola bilər. Olsun. Heç nə demirəm. Və eləməsən də bir şey taparsan onsuz da. O uzun yoldur. Gəl belə eləyək. Bərabərləşdirmə. Y nəyə bərabərdir?
Həmişə demişəm, 8. bərabərliyin o bir tərəfindəki rəqəmə. Y nəyə bərabərdir? 8. Z nəyə bərabərdir? Bərabərliyin digər 7-yə. tərəfində nə var? 7. 7. İndi Z-in 7 olduğunu bilsəm, X nəyə bərabərdir? 2 vurulsun 7 neçə eləyir? Apar Z-in yerinə 7 yaz. 14. 14. Bunların cəmi neçə eləyir? Sən cəmin topla bir. 8 ilə 7, 15, üstünə də 14 gələndə 29. Bu bir üsul. Bax, bu sizə verəcəyim birinci alternativ yoldur. Normal bərabərliyin digər tərəfindən gedə bilərsən. İkinci üsul Günnazın dediyi üsuldur. Günnaz deyir ki, 7y bərabərdir 8z-i saxlayaram olduğu kimi. 8z bərabərdir. Bu 2z-dir. Mən bunu 8z kimi eləyərəm, 4-ə vuraram. Avtomatik bu tərəfi də 4-ə vuraram ki, bərabər olsun. Aparıb 4x-i də yazaram bura bərabər formada. Günnaz, ondan sonra nə etməyi planlayırsan? Orada Məmməd Y-ə, Z-ə 8K, X-ə də 4K deyərik. Yaxşı, bax, dedin ki, y bərabərdir yanındakına, 7k-ya. Z bərabərdir, tamam, o da olsun 8k-ya. X də bərabərdir 4k-ya. Sonra gözəlim. K-nın yerinə minimumdan qiymət qoyarsan 1. Məsəl üçün deyirəm, 7, 8, bu da sənə verər 4 qiymətin. Toplayanda neçə eləyər? 19 eləyir o. Üst-üstə düşmə var Günnaz. Rəqəmi Bu üsulla getmə Günnaz, bu üsul səni tamamilə səhv bir yerə aparır. Sən bunu bilsən hansı hallarda, hansı tip misallarda eləyərsən? Çox tərzi şeylər istəyərsə səndən, hə, bərabərləşdirərik, ortaq bir şey gətirərik. Belə yollara gedib özünü qarışdırıb səhv rəqəmi alma. Misalın cavabından da əmin olasın. Deyəsən ki, düzdür, amma səhv çıxacaq. Y bərabərdir bərabərliyin digər tərəfinə 8-ə. Z bərabərdir 7-yə. Z-in 7 olduğunu biləndən sonra apar qoy yerinə. 2 vurulsun 7 neçə edir? 14. X-ə bərabərdir 14-ə. Səhv bunları cəmlə. Cəmləri nəyə bərabərdir? 29-a. İkinci sualda bax, eyni qaydada yazsanız. Y nəyə bərabərdir? 7-yə. Y 7-yə. Z nəyə bərabərdir? 7-ə. 4-ə. İndi X nəyə bərabərdir? Deyir Z-i 3-ə vur. 3Z. 12-yə. 4 dəfə 3-ün neçə edir? 12. Səhv bunların cəmini tap. Bunların cəmini neçə eləyəcək? 23-ə deyər o da. 4 ilə 12-ni toplayanda 16, üstünə də 7 gələndə 23. Aydın oldu. Bəli. Digərləri, bu üsul aydın oldu. Məncə rahat bir şeydir. Bunu yaddan çıxartmarsın. Bəli, müəllimə. Bəli. Dediyin üsul məntiqlidir. Bir nöqtədə məna verirəm ki, Z-ləri bərabərləyib ümumi bir tənliyə yapmaq istəyirsən. 2-yə 8-yə də gətirib, məcbur 4-ə vurmusansa, X-ə 4-ə vurarsan. Bərabər bir yerə yığarsan. Amma sən ikilidə bir-birinə bərabər edib Y-Z-i tapmaq varkən, üçlüyə yığıb əkova getməyə ehtiyac yoxdur. Oradan əkova gedib uzun-uzadı yollara girərsən. Yəni deyirəm, cavabı alarsan, düzlüyündən də əmin olarsan, amma heç vaxt düz çıxmayacaq. Ona görə bu yolu yadda saxla, həmişə bu yolla get. O tip misallar gələndə hansı tipdə o cür istifadə eləyəsən, mən özüm göstərəcəm sən narahat olma. Onda da asan yolun deyəcəm. Çox tərzi şeylər istəsə oradan istifadə edərik. 3 natural ədədin, ardıcıl natural ədədin cəmi 63-dür. Bunlar mənə ardıcıldır. Biri x-dirsə, digəri x üstə gəl 1-də ardıcıl gedib də, digəri də x üstə gəl 2-dir. Bax, elə bil bu 0, 0, 1, 2 arta-arta gedir. Bunların cəmi toplayanda neçə dənə x var? 3 dənə. 3x. Üstə gəl. 1 ilə 2 toplayanda 3. Bərabərdir cəmi 63-də. 3x bərabərdir. 3 müsbətdir. Digər tərəfə çıxma ilə gedir. 63-dən 60 qalır 60. X də bərabərdir. 60 bölürük 20. 20. 20. Apar yaz yerlərinə x bərabərdir 20. Burada 20 yazanda 20-nin üstünə 1 gəlirəm 21. 22 gələndə 22. Böyüyü də bir-birinə vururuq. Bu 20 vur ədədlərin ən 22. kiçiyi ilə ən böyüyünün hasilini tap. Ən kiçiyi 20-dir, ən böyüyü 22-dir. Bir-birinə vuran zaman 0-ı qoy bir qırağa. 22-ni 2-yə vuranda 44. İndi yanına da həmin 0 yazılacaq. 440. Cavab oldu 440. Aydın olan var? Yəni aydın olmayan daha doğrusu qaranlıq qalan var? Xeyr. Üstündən tez-tez varsa deyin. Qaranlıq qalan bir yerdə varsa deyin. Bunu bilirsiniz, mən
Nəyini də bilirdim. Burada qeyd də eləmişəm ikinci hərf. Aha. Əyəmlə ardıcıl üç ədəddirsə, 20, 21, 22. O sənə bax, Bax, 63-ü onu 22-dir hə, fikirləşib müəllim? taparsan Tuzalə. Deyərsən ki, ardıcıldırsa 63 yerə bölərəm təxmini 20 düşər. 20, 20, 20. Biri olar 20, biri 21, biri 22. Hə, məntiqlə tutarsan. Amma sən orada 63 yox, məsələn, veriləcək məsəl üçün deyirəm 263. Gəl indi onu tap. Gəl onu fikirləş. Ya sən verəcək 800 nə qədər. Gəl indi onu fikirləş. Amma bu formada eləyib rahatlıqla tənliklə ala bilərsiniz, düzdürmü? Belə də yazmışam, elə də yazmışam. Yo, elə qısa rəqəm olanda rahatçılıqla taparsan, orada problem yoxdur. Yo, Amma bilirsiniz böyük necə rəqəm yazmışam olanda müəllim? məcbursan ki, bu tənliyi qurasan. Səhv yol deyil. Bilirsiniz necə yazmışam? Orada bizə 3 ədəd demir, 63-ü ədədlərin sayına bölmüşəm. Hə də 63-ə bölmüsən. Hə. 20, 20, 20. Bu üçü də paylamısan. Birinə 1 vermisən, birinə 2. 20, 21, 22 qalıb. Bunu məntiqlə belə şifahi tapmaq olar. Amma yenə deyirəm 63 yox, 963 versə sən onu eləyə bilmərsən. Gəl indi otur onu böl 3 yerə, buna 1 ver, ona 2 qarışıq bir şey. Amma x üstə gəl 1, x üstə gəl 2 kimi tənliyini qur, topla bərabərli həmin rəqəmə. Yazmışam hə. ABC natural ədədlər üçün bu formada bir tənlik verilib. ABC-nin ən kiçik qiymətini istəyir bizdən. İndi nə edirəm? Baxın. Çalım çarpaz deyirik buna. Çalım çarpazdan vuracam. Mənə deyin görüm. Burada sizə mane törədən nə var? Belə gözünüzə misal qaranlıq gətirən. 7. Kəsir. 7 yox, kəsir. Düzdürmü? Kəsir olmağı mürəkkəbləşdirib. Kəsir olmasaydı düz rəqəm kimi baxardım. Amma kəsir varsa bu misal bizə mürəkkəb gəlir. Kəsirdən azad eləmək üçün hər tərəfi kəsirin məxrəcinə vururam. Kəsirin məxrəci nədir? 7. Hər tərəfi 7-yə vurursan. A-nı 7-yə vurursan. 7A. 7 bərabərdir. Bax, buranı 7-yə vuranda B tərəfi 7 ilə 7 ixtisar gedir, qalır B. Qaldı B, bərabərdir. 2 S-ni 7-yə vuranda neçə edir? 2-ni 7-yə vuranda 10. 14. S-ni də yazıram yanına. Artıq misal düz bir formaya gəldi. S-yə ehtiyac yoxdur. Qarışıq kəsirlər yoxdur. Bunun üçün nə edirsiniz? Ən böyük rəqəm hansıdır? 7, bunun məxrəci 1-dir də. 7, 1, 14. Ən böyüyü hansıdır? 14. 14-ün yanına ən kiçik rəqəmi verərsən. Ən kiçik natural ədədin nədir? 1. 1. 14-ü 1-ə vuranda 14. Bu tərəf aldın 14. Bəli. Neçəyə vursam 14 alaram. 14'e. Azsa B-nin qiyməti 14. Bax, hamısı 14-də bir-birinə bərabərdir. A-nı A'da yox, 2. alayım. 7-ni neçəyə vursam 14 eləyər? 2-yə. Ya. Deməli, S-nin qiyməti A-nın qiyməti 2 imiş. B-nin qiyməti 14 imiş. S-nin də qiyməti 1 imiş. Mənə deyir ki, Onların da fasilə hasilini tap. 14-ü 1-ə vururam 14, 2-yə də vuranda 28. Yekun cavab 28. qalır 28. Aydın oldu? Aydın. Dərya, Günel, Gelmedi. aydındır? Evet. 28 yazın görüm. Hamı sərbəst formada 28 işləsin. Biraz aşağı ineyim ben. Zahmet olmaz. Biraz deneyeyim. Bəlkə sən ekranda yaxınlaşdırmısan çox. Yo, yaxınlaşdırmamışım. Şey. Biz saat neçədən dərsdəyik? Qoydu 20-dən dərsdəyik. 2 saat yarım. Ben 2 saat yarımda mənim səsimi eşidirsiniz. Yaxşısınız. Özünüzü qəribə hiss eləmirsiniz. Biraz. Biraz deyənə, İlaç gibi geliyor. biraz deyənə bax. Ben Heç nə şəms, heç nə demirəm. yaxşı bilmem ben de. Sen Bunda de 45 öyle aldım. yaparsan. Cavab 45 alır müəllimə. 5. Gəlin baxaq. Mənim məxrəcimi 5-dən azad eləmək üçün hər tərəfi 5-ə vuraram. 5-ə bərabərdir B-yə. B. 3 də 5-ə vuranda 15. 15 S. Bax, bura 15-dir. S-ni 1 götürürəm. S bərabərdir 1 oldu 15. Bura neçə olmalıdır? 15 olmalıdır. 1-i 15-ə vursam 15 alaram. A neçə olmalıdır? 3 olmalıdır.
A da 3 olmalıdır ki 15 ala bilim. 3-ü 5-ə vurub. Mənə deyir hasilini tap. 1-i 15-ə vuranda 15, 15-i 3-ə vuranda 45. Bu qədər. Əla. Aydın oldu? Bəli. Yaza Bəli. bilməyən qaldı bu sualda. Mən yazdım. Yazamayan var qızlar. Yazamayan varsa deyin. Yo, rekordlarını da atacağım. Baxın, neysə qaranlıq qalsa soruşun məndən. Sakit durmusunuz. İki rəqəmli ədədin əvvəlinə və sonuna. Bayaq deyirdim, əvvəlinə və sonuna artırma məsələsi. Bax, eyni şeydir. İki rəqəmli ədəd verib sənə. Dimin ən bərbad şey odur ki, yazmağa yerim yoxdur bu dəqiqə. AB ədədini verib. AB ədədinin əvvəlinə və sonuna. Bura bir dənə 2 yazıb, bir dənə də sonuna 2 yazıb. Bunu yazdı. Bu ədədi aldım. Əvvəlki ədədim nə idi? AB idi. Bunu yazaraq əmələ gətirdik də bunu. Alınan 4 rəqəmli ədəd verilən ədəddən 32 dəfə böyükdür. Yəni bu ədəd bundan 32 dəfə böyükdür. AB-ni 32-yə vursam, bu ədədi alaram mən. 2, AB 2-ni alaram. Bunun üstünə xəttləri çəkin mütləq. Mən bunu alaram. Düzdürmü? İndi deyək ki, həmin iki rəqəmlə ədəd tap, AB-ni tap. Bunu necə tapacam? AB-ni atacam, 10-a üstə gəlinsin B kimi. Qarşıdakı 32-yə vuracam. 10 A-nı 32-yə vuranda neçə eləyir? 300. 10-u vururam 32-yə, 320. Yanına da düşür A. Üstə gəlinsin. 32-ni B-yə vuracam. 32B. 32B. Bərabərdir. İndi buranı açıram. Təklik, onluq, yüzlük, minlik. 2 vurulsun 1000 neçə eləyir? 2000. Üstə gəlinsin. 100A. 100. A nə verirsə az. Qarışıq göründüyünə baxma misalı. Üstə gəlinsin 10B. Üstə gəlinsin 10B. Üstə gəlinsin 2 də qalıb öz yerində. İndi A-ları B-ləri bir tərəfə çıxardaq görək nə ala bilirik axırda. 320A buradadır. 100A da buradadır. Yanına gəlir çıxma ilə. 320-dən 100 çıxanda neçə qalır? 100-ə. 320-dən 100 çıxanda nə qalır? 120. 320-dən 100 çıxanda nə qalır? 220. 20. A. 32B buradadır. 10B də buradadır. 10B-ni də gətir hələ ki bu tərəfə. 10B də gəlsin o tərəfə çıxma ilə. 32-dən 10 çıxanda nə qalır? 22B. 22B. Bərabərdir. Bərabəri qoydum. Burada da rəqəmlərim qalıb sadəcə. 2000 üstə gəlinsin 2. 2000-lə də 2-ni toplayandan neçə edir? 2002. Bu formada yazdım. İndi sadələşdirəcəm. 220, 22. Ortaq vuruq nə çıxardaram? 22-ni çıxardaram. Mötərizə içərisində 220-ni 22-yə böləndə qalır 10. Yanına da yazıram A. 10A. 22 gedəndə geriyə qalır B. Qaldı B. Bərabərdir nəyə? 2002. 10-a üstə gəl B. Nəyin açılışıdır? AB-nin. AB-nin. Mötərizənin içərisində AB-nin açılışıdır. AB bərabərdir. 2002-ni bölməliyəm 22-yə. 2002-ni 22-yə böləndə neçə edir? 91. Budaqlı ilə bölüb rahat tapa bilərsiniz. 2002-ni 22-yə böləndə düşür 91 dəfə. İndi mənə deyin görüm, A-nın B-nin yerində nə dayanır? A-nın yerinə 9, B-nin Sənə yerinə deyir 5. həmin iki rəqəmlə ədədi. Yox, cəmləməyə ehtiyac yox deyir. Sənə deyir ki, həmin iki rəqəmlə ədəd tap, AB-ni tap. Elə AB-ni tapmışıq. AB nəyə bərabərdir? 100-ə. Yox, AB nəyə bərabər? Deyir həmin iki rəqəmlə ədəd tap. AB-ni tapmışam. 91-ə bərabərdir. 91-ə bərabərdir. Promoy AB-ni istəyir səndən. AB nəyə bərabərdir? 91-ə. Bunun qeydlərinizi aparın. Rekorda da baxıb qeydlərinizi götürəsiniz. 30-cu sual addım-addım özünüz işləyəsiniz eyni qaydada. 31-ə də nümunə deyim, linkin 5 dəqiqəsi qalıb. Başqa sual var burada. 2 dənə sualımız qalıb. Bu ikisinə də nümunə deyim, 31 ilə 33-ə. 32 ilə 34 deyib tapşırığımız olar. 31. 31 necə yazaram? 50 manat pulu olan Akif biri 3 manatdan ən çox neçə kitab ala bilər? Kitab biri 3 manatdır. Ən çox 50-dən neçə? 7. Deyir qalan pulu 7 manatdır. 50 manatın 50-sini xərcləməyib. 50 manatı var imiş. 7 manatı özündə qalıb. Deməli nə qədər pul xərcləyib? Ümumi 43 manat pul xərcləyib, düzdürmü? 43-ü 3 manatlıq nə qədər ala bilər maksimum? 43-ü 3-ə bölüb tam hissəsini götürəsən. 43 bölünsün 3. Tam hissəsi neçə dəfə düşür? 14 dəfə. 14 dəfə üçün 42, 1 manatda qalıq qalır. O qalıq biri heç nəzərə almayıb burada. Ümumi nə qədər kitab ala bilər? 14 dənə. Eyni qaydada buradan da.
Eyni qaydada tapırsan. 40 manatdan 1-2 manatın 5 manatı qalıb. 40-dan 5 çıxırsan 35. 5 manat özündə qalıb. 35-i 2-yə bölürsən. Tam hissədən neçə düşür? 17. Qalığı heç baxma artıq. Tam hissədən 17. Deməli neçə dənə kitab ala bilər? 17 dənə. Evet. Qaranlıq bir şey qalmadı ki. Aynen. 33-cü suala Mən bax. bunların hamısını da bugün bitirəcəyik. Bu EBOB-da 105 dənə testi də. Bu linki qutarsın, bu suala da baxaq. Ücə 2 saatdan çoxdur dərsək. Mən gedim yemək yeməmişəm neçə saatdır. Gedim yemək yeyim, qayıdım, təzədən link atım, təzədən şey eləyək, davamına baxaq. Yaxşı? Yaxşı mən. Belə getməyək. Yuxuz gəlirsə gedin yatın, amma imtahandan kəsilsəz mənlikdir. Yox, mən yüzümdən. Yuxuz gəlirsə yatın deyib sonra yuxunu qaçırdıram. Gəlirsiniz, yəni gedirsiniz, neyinirsiniz, elin 15-20 dəqiqə fasilə verək. Bir dənə çay içim heç olmasa özümə gəlim, ondan sonra qaydaq davamına baxaq. 4x minus 3, 3y üstə gəlsin 2. Qarşılıqlı sadə ədədlər üçün belə bir ifadə verib. Qarşılıqlı sadə ədədlərdir. Bunu keçən dəfə uşaqlara çox qəşəng kəllənizdə eləmişdim. Burada indi baxın, belə bir şey verirəm sizə. Deyirəm ki, 22x bərabərdir, məsəl üçün deyirəm, 58 y. Deyirəm burada mənə x-i, y-i tapın. Deyirsiniz ki, birinci ilkin olaraq nə etməliyəm? Müəllimə, eyni ədədə bölürsə bölərəm. 22 də 2-yə bölünür 58-də. 22-ni 2-yə bölərəm 11x. 58-i də 2-yə bölərəm 29y. Düzdürmü? Deyirsən x bərabərliyin digər tərəfinə 29-a bərabərdir. Y də digər tərəfi 11-ə bərabərdir. Bunu dəfələrlə işləmişik bir yaxdan, düzdürmü? Bəli. İndi gəl onu bu misala tətbiq edək. Mənə bu formada verib. 22-ni 2-yə bölürəm, düşür 11. Yanındakı mötərizə içərisindəki ifadə olduğu kimi qalır. 4x çıxılsın 3. Bərabərdir. 58-i 2-yə bölünən neçə dəfə düşür? 29. Mötərizədəki ifadə olduğu kimi qalır. 3y üstə gəlsin 2. İndi mənə de görüm. Buradan 4x minus 3 nəyə bərabərdir? 29-a. Bərabərliyin digər tərəfindəki rəqəmə 29-a. 4x nəyə bərabərdir? Mənfi 3 digər tərəfə toplama ilə gedir. 29-un 3-ü toplayıram 32. X-ə bərabərdir. 32-ni 4-ə böləcəm. 8. X-i 8 tapdım. Yaxşı, bu tərəfdəki mötərizəyə baxaq. 3y üstə gəlsin 2. Nəyə bərabərdir? Bərabərliyin digər tərəfindəki rəqəm nədir? 11. 11-ə bərabərdir. 3y bərabərdir. 2 digər tərəfə çıxma ilə gedir. 11-dən 2 çıxanda neçə qalır? 9, 9. Y də bərabərdir. 9-u 3-ə böləndə neçə edir? 3. 3. X-i tapdın 8, Y tapdın 3. Sənə deyir X vurulsun Y nəyə bərabərdir? 24. 3 dəfə 8-in 3 vurulsun 8 bərabərdir 24. Aydın oldu. Bəli. Digərlər deyin görün bu sualda nə qaranlıq qaldı? Məndə heç nə qalmadı məndə. Bircə saniyə. Dəriya, Günel, Tahirə nəsə qaranlıq bir şey qalmadı ki? Bəli, müəllim, Hemen. aydın. Qalmadı. Əla. 34 eyni qaydada həll eləyəsiniz. İndi bu fasilə veririk 15-20 dəqiqə çay içməyə. Onda oxşarları bir baxın, görün nə edirsiniz. Yəni də bir gözdən keçirin. Qaranlıq qalan nəysə varsa deyərsiniz rekorddan əvvəl baxaram. Neçə bölməmiz qalıb bizim? Hələ çox deyim. Bir bölmə buradadır 37 sual. Var O bu. birisi 102. Eyb olmaz o birislərdən də təklərdən baxa-baxa gedərik. Addım-addım gedərik, heç nə olmaz. Rekordu dayandırım. Linkin də vaxtıdır. Ücə neçənci 40 dəqiqəmizdir bu bizim? 3.